Sonu həmzə ilə bitən kəlmələrin üzərində vəqf edən zaman bəzən səhv oxunuşlara rast gəlmək mümkündür. Bu səhvlər haradan qaynaqlanır? Vəqf edən zaman sondakı həmzəyə işarə edilmir. İnşallah öyrənməyə çalışarıq ki, vəqf edən zaman sondakı həmzəyə necə işarə edək. Deməli, vəqf edirik, yəni dayanırıq. Sonda məd nəzərimizdə tutduğumuz qədər uzadılır və məddi tamamladıqda səsimizi qəfildən kəsirik. Baxın, bizim əsas diqqət yetirəcək məsələmiz buradır. Yenə təkrar edirik, vəqf edirik, yəni dayanırıq. Sonda məd nəzərimizdə tutduğumuz qədər uzadılır və məddi tamamladıqda artıq səsimizi qəfildən kəsirik, yəni dayandırırıq. Amma çox diqqətli olmalıyıq ki, burada səsimizi daha şiddətli bir formada kəsmirik. Çünki bu zaman olmayan əlavə səs və yaxud əlavə hərəkələr meydana çıxa bilər. Deməli, oxuyuruq və burada vəqf edərik. Minəs-səmə. Görürüz, səsimizi qəfildən kəsdik. Minəs-səmə. Bu, sanki dinləyiciyə bir mesajdır ki, burada həmzə var. Əks halda biz səsimizi qəfildən kəsməsək, buradakı həmzəyə işarə etməmiş olarıq. Bu da düzgün oxunuş sayılmaz. Amma oxunuşumuzu davam etdirsək, adi bir qaydada oxuyuruq. Məsələ, Minəs-səmai və mə. Yenə burada seçimimiz var. Vəqf edərik və həmzəyə işarə etməyə çalışarıq. Mən yəşə. Görürüz, səsimizi qəfildən kəsdik. Daha bir seçimimiz var. Müqayisə üçün bu cür bir seçim etdik ki, burada həmzə yoxdur və burada səsimizi qəfildən kəsmərik. İnnə lil-muttəqinə məfəzə. Görürüz, yumuşaq bir formada kəsdik. Və yaxud İnnə lil-muttəqinə məfəzə. Amma burada həmzə var, səsimizi qəfildən kəsməliyik. Qalət mə cəzə. Qalət mə cəzə. Güman edirik ki, bu cür oxusanız inşallah oxunuşlarınız düzgün olar.